Salam əziz və dəyərli izləyicilərim. Bugünkü videom C vitamini haqqdadır. Çox suallar gəlir ki, Məryəm xanım, C vitamininin yüksək dozada içsək, yəni ki, bildik bilmədik C vitaminini içsək bizə nə ziyanı olar? Ümumiyyətcə ziyanı ola bilərmi? O haqqda danışacağım və sizin ağlınıza gəlməyən elə bir şeylər deyəcəm ki, onların tərkibində vitamin C var. Çox güman ki, çoxunuz limonda, apelsində, ancaq bunlarda vitamin C bilirsiniz. Amma mən sizə sayacağım ki, bunlardan da çox nələrdə vitamin C var. Dərman vasitəsilə içməsəniz olar və C vitamininin çoxu sizə nəyə ziyan eləyə bilər. C vitamininin çox içməyiniz sizə, əslində C vitaminini içəndə biz orqanizm böyrəkdən bu C vitaminini ata bilir. Amma ki, böyrəyinizdə daş, qum problemi varsa, bu sizə ziyan ola bilər, daha da çox daş yarada bilər, ümumiyyətcə ziyan ola bilər. Ona görə də C vitaminin artığı həkiminiz yazmamış, öz başınızdan xahiş edirəm içməyin. Və mədənizə ziyan eləyə bilər. Çox insanlarda mən görmüşəm ki, bir mütəxəssis olaraq mənə müraciət edirlər ki, misal üçün qonşu içirdi vitamin C, iştahası olması üçün, nə bilim, immuniteti qalxması üçün və s. Mən də içdim, mədəm ağrıdı. Ona görə ki, sizə düşmür, olmaz. Bildiniz, bilmədiniz vitamin C-ni içməyin. Mədənizi ağrıda bilər. Və ən əsası vitamin C-nin çoxluğunun ən əsaslı, ən qorxulu yeri burasıdır ki, kim ki qan durulducu, qan sulandırıcı tabletkalar, dərmanlar içirsinizsə, sizə C vitamini olmaz. Və bu dəhşət saçır. Qan durulducu da için, üstündən də nə bilim biraz keçsin, vitamin C için olmaz. Çünki vitamin C özü ayrı-ayrılıqda artıq bir qan durulducu kimi də rol oynayır orqanizmdə. Yəni ki, çox pis yerlərə gətirib çıxarda bilər. Sizə zərərlərini dedim. Bəli, əzizlərim, mən indi sizə deyəcəm ki, hansı ucuz qidalardan siz vitamin C-ni hətta çox dərmandan belə çox vitamin C qəbul edə bilərsiniz. Yəni orqanizminiz vitamin C ilə zəngin ola bilər. Amma mən sizdən xahiş edirəm. Mənim əziz və dəyərli qardaşlarım, bacılarım, mənim sizin takib atmağınıza çox böyük ehtiyacım var. Mən sizdən pul istəmirəm. Düzdür, mən söyüş söymədiyim üçün, əxlaqsızlığı təbliğ etmədiyim üçün mənim səhifəmdə çox takib atanlar olmur. Çoxunuz da sevirsiniz məni. Amma yadınızdan çıxır. Videoma qulaq asırsınız, takib atmırsınız, yəni abunə olmursunuz, hələ bir cür deyir. Podpisasiya olunmursunuz, kolokolçiki basmırsınız, şərh yazmırsınız, yəni kommentariy yazmırsınız. Bu çoxunuzun sevginizdən irəli gəlir. Amma mənim ehtiyacım var. Çünki bəziləri qoymur ki, mənim videolarım qabağa getsin. Necə ki, dediyim kimi, o söyüş söyənləri hamınız bilirsiniz ki, onların videolarını o dəqiqə yayırlar, xalqımızın tərbiyəsi pozulur. Amma əslində belə videolar yayılmalıdır. Mənim əziz YouTube, Instagram, TikTok izləyicilərim, elə indicə mənə qulaq asasa, tez podpisasiya olun, yəni takib atın, üstə gələyi basın, bilmirəm orada necədir, YouTube səhifəsində takib atın, abunə olunu basın və əlinizdən gələn qədər şərhlər yazın. Mənim əzizlərim, bu başdan ama çox sağ ol deyirəm hər birinizə, təşəkkür edirəm. Allah razı olsun. Əliniz, qolunuz var olsun. Mənim əzizlərim, çoxunuz 90% deyərdim ki, insanlar limonda, apelsində, kividə vitamin C olduğunu bilir. Elə bilirlər çoxdur. Amma mən sizə indi elələrini deyəcəm ki, hətta bunlardan da çoxdur. Limon, apelsin, kivi nədir ki? Onlardan qat-qat çoxdur. Məsəl üçün, gələk, mən çox sevirəm. Qış aylarında da çox istifadə edirəm. Çünki ələxüsus payız gəldi, qış gəldi. Mütləqdir ki, vitamin C biz qəbul etməliyik ki, vitamin C ilə zəngin qidalar yeməliyik, çaylar içməliyik ki, immunitetimiz güclü olsun, biz gələn xəstəlikləri özümüzdən qırağa ata bilək, xəstələnməyək. Ümumiyyətcə, evdə hamı xəstələnsə də biz bəziləri bu, mən dediyim vitamin C ilə zəngin qidalarla qidalananlar xəstələnməsin. Çünki qriplər çoxalır. Mənim əzizlərim, ən çox sevdiyim bu qış aylarında, payız aylarında şipovnik, it burnuda olan vitamin C 10 qat, 20 qat, 30 qat limondan, apelsindən çoxdur. İnanın, güvənin. İnanmırsınız, özünüzdə araşdırın. Və amma böyrəyinizdə problem varsa olmaz həmən bu şipovnik. Hər öz orqanizmini özü tanıyır. Mən məsəl üçün tez-tez qış aylarında çaynikimə əlavə edirəm. Şipovniki çox sevirəm, hər şeyə xeyirdir. Çox şeylərə xeyirdir. O cümlədən də ən güclü vitamin C-dir.
Mənim əzizlərim, kvaşinli kapusta. Onu sevirəm, həmişə sizə deyirəm, mədə bağırsağınız üçün ən güclü probiotikdir və ən əsası ən güclü vitamin C-dir. Desəniz Məryəm xanım, o nədir? O kələmdən hazırlanır, malakan kələmi deyirlər. Özü orada fermentə olunur. Bax, həmin o kvaşinli kapusta ən güclü vitamin C-dir. Bilirdinizmi ki, yaşıl bibərdə də təmiz güclü vitamin C var və borşda. Borş bişirən zaman bilin ki, bütün ailəniz vitamin C ilə zəngin bir çox şeylərə xeyirdir. Vitamin C ilə zəngin qidadan qidalanmış olursunuz. Bütün ailəniz. Niyə? Çünki tərkibində çuğundur və s. elə şeylər var ki, ələxüsus da çuğundur, vitamin C ilə zəngindir. Qara gavalı. Deyərdim ki, vitamin C-nin padşahıdır əzizlərim. Qara gavalını da yeyirsiniz. Quru meyvələrdən mən uşaqlarım üçün balaca olanda eləyirdim kompot. Bişirirsiniz quru meyvələrdən. Məsələn, Rusiyada kilo ilə satılır o quru meyvələr. Amma dabavkalar olunmayan, tərkibində pis şeylər, qatqılar, şəkər tozuna da əlavə etmədən. Baxın, onların özündə də vitamin C ilə zəngindir. Bu halda ki, şəkər tozu əlavə etməyəsiniz. Və sizin bilmədiyiniz bir ucuz bir məhsul var ki, kartof. Kartofu siz çox zərərli bilirsiniz. Amma inanın ki, zərərli deyil. Ələxüsus da düzdür, tərkibində nişasta var. Ələxüsus da kartofu soyuduqdan sonra yeyəndə daha xeyirli olur. Və nişasta olmağına baxmayaraq kartofun da tərkibi vitamin C ilə zəngindir. Amma yenə də deyirəm, onun da doğru yeyilmə qaydaları var ki, mənim videolarım var səhifəmdə. Mən elə gəlir, çox lazımlı video oldu. Bu da sizin üçün, uşaqlarınıza da verə bilərsiniz, özünüz də yeyə bilərsiniz. Və onu deyim ki, əziz izləyicilərim, əgər istəyirsinizsə, tam sağlam qidalarla sağlığınıza qovuşmaq istəyirsinizsə, Məryəm xanımın bütün qızıl qaydalarını öyrənmək istəyirsinizsə ki, bütün dünyaya səs salmışam. Elə bir xarici ölkə, Rusiyanın elə bir şəhəri, Azərbaycanın elə bir kəndi yoxdur ki, mənim qrupuma gəlməsin və sağlığına qovuşmasın. Və onu deyim ki, bəylər üçün ayrıdır qrupum, xanımlar üçün ayrıdır qrupum. Bəylər də bircə dəfə 20 manat ödəyir, xanımlar da bircə dəfə 20 manat ödəyir qrupa girəndə. Amma bu 20 manatın içində desəniz, Məryəm xanım, nələr var? Axı, hər ay ödəmirik. Bu bircə dəfə ödənilən 20 manatın içində nələr var axı? Deyim sizə, qəbizlikdən, qazdan, köpdən, qarın gürültüsündən canınız qutaracaq, qaraciyər yüklənməsindən canınız qutaracaq, böyük qarından azad olacaqsınız. Amma mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım. Bağırsaqlarınız bağırsaq daşlarından azad olacaq. Amma mən sizə siyana, aclıq otu, dəvə gözü, maqni sulfat dozu və s. hətta qara kömrü belə qadağan eləyirəm mən qrupumdakilərə. Bax, elə ona görə də sevilirəm. Sizin üçün peelinglər atacağım. Gözəl xanımlar, üzünüz par-par parıldayacaq. Saçınızın gözəllik sirlərini öyrədəcəm. Dırnaq göbələyindən azad olmağın sirrini öyrədəcəm. Və başqa nələr, bütün qızıl qaydalarım sizinlə olacaq. Sizi qrupa əlavə etdiyim dəqiqədən onları sizə göndərəcəm. Təbii ki, özünüz bilən məsləhətdir. Əgər istəyirsinizsə, qıyırsınızsa özünüzə 20 manat ödəyib sağlığınıza və gözəlliyinizin üstünə gözəllik gəlsin, buyura bilərsiniz. Nömrəmi isə videonun üstünə qoya bilmədiyim üçün səsli şəkildə deyirəm. Necə deyirəmsə, o cürə də yaddaşa salın. Dünyanın harasında olursunuzsa olun, necə deyirəm, belə əlavə edin yaddaşa. Tireylər qoymayın, əvvəlinə 012, 55, nə bilim, belə nömrələr əlavə eləməyin. Ağzımdan çıxan kimi necə eşidirsinizsə, o cürə yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Mənim əzizlərim, İnanın ki, şükürlər də çox böyük bir neymətdir. Şükürlərinizi bol edin ki, şükürləriniz çoxalsın, şikayətlərinizi azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.